Salam əziz şagirdlər və abituriyentlər, kanalıma xoş gəlmisiniz. Mənim adım Fatimə. Mən kimya müəlliməsiyəm və bu kanal kimyanı qorxmadan məntiqlə öyrənmək istəyənlər üçündür. Bu kanalda kimya mövzularını sadə dillə, test suallarını məntiqi izahla və kimyanın gündəlik həyatdakı maraqlı tərəflərini paylaşacağam. Əgər siz də kimyanı əzbərləməkdən bezmisinizsə, doğru yerdəsiniz. Odur ki, İlk olaraq mən sizə kimyanın ilk anlayışları mövzusundan başlamaq istəyirəm. Çünki hər bir elmdə olduğu kimi, kimya elminin də ilk anlayışları var və bu anlayışların öyrənilməsi çox vacibdir. Ki, bu anlayışların öyrənilməsi bizə bir sonraki dərsləri mənimsəməyimizə kömək olacaq. Əvvəlcə bilməliyik kimya nəyi öyrənir? Kimya maddələri, maddələrin xassələrini, maddələrin çevrilmələrini və çevrilmələr zamanı müşahidə olunan hadisələri öyrənir. Bu hadisələri biz fiziki və kimyəvi olaraq ayırırıq. Onu da bir sonraki slaydlarımızda, yəni bir sonraki dərslərimizdə izah edəcəyik. Əvvəlcə baxaq maddə və cisim anlayışına. Abituriyentlər və şagirdlər tərəfindən ən çox qarışıq salınan mövzulardan biridir. Maddə və cisim anlayışı. Əslində isə çox sadədir. Gəlin belə izah edim sizə. Cisimlər nədən ibarətdirsə, onlar maddədir. Yəni, şəkildə də göstərmişəm. Mismar, səhəng, zinət əşyaları, dolab, sütun. Bunlar cisimdir. Onların nədən təşkil olunduğu maddədir. Yəni, mismar dəmirdən təşkil olunub, səhəng gildən düzəldilir, zinət əşyaları kvarsdan və qızıldan. Qızıl olmasın fərqli bir maddə, məsələn, gümüş, poladdan da hazırlana bilər. Dolab ağacdan, sütun isə mərmərdən. Həmin o dediyimiz yuxarıda olanlar maddədir, aşağıdakılar isə onlardan hazırlanan cisimlərdir. Gəlin ən əsas maraqlı mövzulardan olan maddələrin xassələrinə baxaq. Maddələrin iki xassəsi var. Fiziki xassələr və kimyəvi xassələr. Fiziki xassələr onların aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, ərimə və qaynama temperaturu, elektrik keçiriciliyi, istilik keçiriciliyi və həll olma qabiliyyətidir. Kimyəvi xassələr isə onların turşuluğu, əsaslığı, reaksiya girmə qabiliyyəti və maddələrin bir-birinə çevrilməsidir. Bir də onu izah edeyim ki, uşaqlar, kimyəvi xassələr və fiziki xassənin fərqi ondan ibarətdir ki, fiziki xassə bir maddənin özü haqqında bizə məlumat verir. Onun rəngi, iyi, dadı, sıxlığı, kimyəvi xassələr isə onun başqa maddələrlə olan qarşılıqlı təsirini öyrənir. Yəni, tək fərqi, bu iki xassənin tək fərqi bundan ibarətdir. İndi isə gəlin baxaq maddələrin təsnifatına. Maddələr bir neçə əlamətlərinə görə təsnif olunurlar. Əvvəla tərkibinə görə təsnifatına baxaq. Tərkibinə görə maddələr bəsit və mürəkkəb olurlar. Xassələrinin sabitliyinə görə qarışıq və saf, aqreqat halına görə bərk, maye və qaz, bəzən plazma halında qeyd edirlər, ancaq çox hallarda onu qeyd etmirlər. Mənşəyinə görə üzvü və qeyri-üzvü maddələr, elektrik keçiriciliyinə görə elektrolitlər və qeyri-elektrolitlər. Gəlin indi aydınlaşdıraq. Biz burada xassələrinin sabitliyinə görə saf və qarışıq maddələri qeyd etmişik. Həmin o saf və qarışıq maddələr də öz növbəsində görə tərkibinin sabitliyinə görə bəsit və mürəkkəb olurlar. Gəlin aydınlaşdıraq. Maddələr tərkibinin sabitliyinə görə iki cür olur. Saf maddələr və qarışıqlar. Saf maddələr də öz növbəsində tərkibinə görə bəsit olur və mürəkkəb olur. Qarışıqlar isə homogen və heterogen. Gəlin bu anlayışlarla tanış olaq. Yəni, bunlar nəyi ifadə edir, nədir? Bəsit maddələr eyni element atomlarından ibarətdir. Baxın, aşağıda da mən bir neçə misal göstərmişəm. Mendeleyev cədvəlində olan elementlər, orada olan bütün elementlər bəsit maddələrdir. Əgər bu elementlər iki və daha artıq fərqli elementlərdən ibarətdirsə, bunlar mürəkkəb maddələrdir. Məsələn, su. Suyun tərkibində hidrogen və oksigen elementi var. Yəni, tək element deyil. 2 və daha artıq element varsa, əgər bir maddənin tərkibində, onlar olur mürəkkəb. Və yaxud da natrium xlor. Suyun aşağısında göstərdiyimiz maddə natrium xlor. Natrium elementindən və xlor elementindən ibarətdir. Yəni, 2 dənə fərqli element var. Sulfat turşusu, H2SO4, hidrogen, kükürt və oksigen elementlərindən ibarətdir. Yəni, tərkibində 2 və daha artıq müxtəlif element atomları var. Qarışıqlar isə iki cür olur. Homogen və heterogen. Homogen qarışıqlar, ümumiyyətlə saf maddələrin qarışıq maddələrdən fərqi odur ki, saf maddələrin tərkibi sabitdir. Yalnız bir maddə olur. Ancaq qarışıqlar isə iki və daha artıq maddənin birləşməsindən ibarətdir. Bəzən mürəkkəb maddələrlə qarışıqları səhv salırlar. Mürəkkəb maddələr
bir maddənin tərkibində iki müxtəlif element atomudur. Qarışıqları isə iki müxtəlif maddə qarışığıdır. Yəni, mürəkkəb maddələrdə element plus element, qarışıqlarda isə maddə plus maddə anlayışı var. Qarışıqlar dediyimiz kimi homogen və heterogen olur. Homogen qarışıqlar gözlə görünməyən qarışıqlardır. Hansı ki, onları qarışdıran zaman biz onları gözlə görmürük. Eyni cinsli qarışıq əmələ gəlir. Yəni, hər iki maddə də bir-biri ilə qarışır. Heterogen qarışıqlar isə iki fərqli maddənin qarışığından gözlə görünən qarışıqlar əmələ gəlir. Məsələn, su ilə yağ, su ilə neft, su ilə qum. Bunları qarışdıran zaman biz onların hər iki maddəni də gözlə asanlıqla görürük. Mən burada əslində bayaq izah etdiyimi tərif şəklində vermişəm ki, sabit fiziki xassəli maddələrə saf maddələr deyilir. Bəsit maddələr eyni element atomlarından, mürəkkəb maddələr isə müxtəlif element atomlarından təşkil olunur. Ancaq bəsit maddə ilə element anlayışını fərqləndirirlər. Uşaqlar, yadınızda saxlayın ki, bəsit maddə eyni element atomlarından təşkil olunmuş maddələrdir. Mən nümunə olaraq göstərmişəm ki, dəmir elementi dəmir atomlarından ibarətdir. H2 hidrogen isə 2 ədəd hidrogen elementinin atomlarından ibarətdir. Yəni, Mendeleyev cədvəlində gördüyümüz bütün elementlər təbiətdə bu halda tapılmırlar. Məsələn, dəmir elementi təbiətdə də dəmir halında tapılır. Element olaraq da dəmir elementidir. Amma hidrogen elementi isə təbiətdə tək hidrogen atomu olaraq yox, H2 şəklində. Yəni, qazlar indeksində 2 halında tapılırlar təbiətdə. Ona görə də biz onu o şəkildə qeyd edirik. Yəni, Mendeleyev cədvəlində gördüyümüz bütün elementlər hamısı elementdir. Onların təbiətdə mövcudluq halı isə bəsit maddələrdir. İndi bayaq dediyim əslində burada qeyd etmişəm, element və bəsit maddənin fərqi nədir? Oksigenin nümunəsinə baxaq. Oksigen Mendeleyev cədvəlindəki bir elementdir, qeyri-metaldır və qaz halındadır. Bəsit maddə isə elementlərin təbiətdəki mövcud olma formasıdır. Yəni, oksigen tək o halda, yəni atomar halda bəsit maddə deyil. O, yalnız qaz halında bəsit maddə olur. Dəmir elementi isə həm təbiətdə də dəmir kimi tapılır, həm də kimyəvi element kimi də dəmir kimi yazılır. Yəni, ferrum. Ona görə də dəmir elementi həm kimyəvi elementdir, həm də bəsit maddədir. Gəlin qarışıqlara baxaq. 2 və daha artıq saf maddədən ibarət sistemlərə qarışıqlar deyilir. Qarışıqlar iki cür olur. Eyni cinsli qarışıqlar, müxtəlif cinsli qarışıqlar. Bayaqki izahımda da demişdim ki, eyni cinsli qarışıqların gözlə görmək olmur. Yəni, ora qarışan maddələri biz gözlə görə bilmirik. Eyni cinsli, yəni homogen qarışıq əmələ gətirir. Müxtəlif cinsli qarışıqları isə gözlə asanlıqla görürük. Yəni, su və yağın qarışığını mən şəkildə də göstərmişəm ki, heterogen qarışığı biz orada asanlıqla görürük. Yağın sıxlığı az olduğuna görə suyun üzərində qalır və müxtəlif cinsli qarışıq əmələ gətirir. Müxtəlif cinsli qarışıqların da iki növü var. Emulsiyalar və suspensiyalar. Bayaq göstərdiyimiz yağ və su nümunəsi maye plus maye, yəni emulsiyadır. Suspensiyalar isə bərk plus maye, yəni qumla suyun qarışığını misal göstərə bilərik suspensiyalara. Bəs yaxşı sual olunur ki, dedik ki, maddələr tərkibinin sabitliyinə görə saf olur və qarışıq olur. Onları bir-birindən fərqləndirən xüsusiyyətlər var. Mən onların hamısını burada qeyd etmişəm. Saf maddələrin bütün fiziki xassələri sabitdir. Yəni, bəsit və mürəkkəb maddələri görürük ki, tək halda onlar maddə kimi heç bir maddə ilə qarışmadığından fiziki xassələri sabit olur. Amma qarışıqların fiziki xassələri dəyişkəndir. Çünki qarışıqların tərkibində məsələn, bir öncəki slaydımıza qaydaq. Eyni cinsli qarışıqlara baxın, su və etil spirti. Qarışaraq homogen qarışıq əmələ gətirib. Yəni, bu qarışığın tərkibində həm etil spirtinin xassələri var, həm də suyun xassələri var. Yəni, fiziki xassələri dəyişkənliyi göstərir. Saf maddələrin tərkibi sabitdir. Yəni, məsələn, sulfid H2S birləşməsi 1/16 kütlə nisbətində birləşir. Yəni, hidrogenda 2, deməli, nisbi atom kütləsi 2, kükürtdə isə 32-dir. Onu, deməli, ixtisar edərək 1/16 kütlə nisbətinə gətirirlər. Amma qarışıqlarda isə bu tərkib sabit olmur. Çünki bir tək maddə deyil orada, bir neçə maddənin qarışığı var. Üçüncü hala baxsaq, kimyəvi birləşmə əmələ gələndə maddənin xassələri dəyişir. Bu nə deməkdir? Yəni, su əmələ gələn zaman hidrogendən və oksigenin reaksiyasından su əmələ gəlir. Əslində, hidrogen və oksigen ayrı-ayrılıqda qazdır. Onlar birləşərək suyu əmələ gətirir. Yəni, maddənin xassələri dəyişir.
Ancaq birləşmə əmələ gələndə maddələrin xassələri dəyişmir. Yəni, bir öncəki slaydımıza qayıdaq yenə. Məsələn, su ilə yağı qarışdırsaq və yaxud da su ilə etil spirtini və yaxud da su ilə qumu, fərqi yoxdur. Bunları qarışdıran zaman su da öz xassələrini saxlayır, yağ da öz xassələrini saxlayır, etil spirti, qum və s. xassələrini saxlayır. Yəni, onların xassələri dəyişmir. Daha sonra saf maddələrdə mən qeyd etmişəm ki, birləşmə əmələ gələrkən istilik ayrılır və ya udulur. Ancaq qarışıqlarda isə qarışıq əmələ gələrkən istiliyin ayrılması və ya udulması baş vermir. Yəni, ümumiyyətlə kimyəvi reaksiya gedirsə, uşaqlar, necə ki, suyun misalında mən onu göstərdim, hidrogenin və oksigenin qarşılıqlı təsirindən reaksiya gedir və reaksiya partlayışla gedir, nəticə etibarilə su alınır. Yəni, reaksiyada istilik ayrıla bilər, udula bilər. Amma qarışıqlarda heç bir kimyəvi reaksiya baş vermir. Biz sadəcə iki maddəni bir-biri ilə qarışdırırıq və oradan hər hansı bir qarışıq əmələ gəlir. Saf maddələrin 5-ci maddəsinə baxaq. Birləşmələri yalnız kimyəvi üsulla ayırmaq olar. Baxın, bayaqki reaksiyada qeyd etdiyim kimi, əgər bir maddə kimyəvi reaksiya nəticəsində əmələ gəlirsə, onu yalnız kimyəvi üsulla ayırmaq olar. Yəni, hidrogen və oksigendən suyu biz kimyəvi yolla, yəni reaksiya nəticəsində almışıqsa, həmin o suyu parçalayaraq kimyəvi üsulla biz onu hidrogenə və oksigenə ayıra bilərik. Ancaq qarışıqlar isə fiziki olaraq bir-birinə qarışdığı üçün onları da ayırmaq üçün fiziki üsullardan istifadə edilir. Daha sonra mən sizə burada bir sonraki slaydlarda qarışıqları necə ayırırlar, onları izah edəcəm. Qarışıqların ayrılma üsullarını izah edim. Qarışıqların iki cür ayrılma üsulu var. Yəni, eyni cinsli qarışıqlar üçün və müxtəlif cinsli qarışıqlar üçün ayrı-ayrılıqda ayrılma üsulları var. Gəlin, birinci mən sizə danışım eyni cinsli qarışıqların ayrılma üsullarından. 4 ayrılma üsulu var. Distillə, kristallaşdırma, buxarlandırma və xromatoqrafiya. Gəlin, birinci baxaq distillə üsuluna. Ümumiyyətlə, distillə nədir uşaqlar? Distillə maddələrin qaynama temperaturlarının fərqinə əsasən ayrılma üsuludur. Yəni, etil spirti və su bir-birindən fərqli qaynama temperaturları olduğu üçün onların qarışmasını biz distillə yolu ilə ayırırıq. Belə ki, spirt 78 dərəcədə, su isə 100 dərəcədə qaynayır. Buradan şəkildən mən nəyi təsvir etməyə çalışmışam, nəyi göstərməyə çalışmışam sizə? Aşağıda spirt lampası var. Gördüyünüz kimi, bu spirt lampasını biz yandırırıq və kolbaya suyun və etil spirtinin qarışığını tökürük. Spirt lampasının təsiri ilə bu qarışıq başlayır qaynamağa. Tən yuxarıda termometr yerləşdirilir. Bu termometrə biz baxaraq tam 78 dərəcəyə çatdığı anda görürük ki, yavaş-yavaş buxarlar əmələ gəlir və bizə artıq məlumdur ki, bu 78 dərəcədə buxarlanan spirtdir. Spirt buxarlandıqca çıxır yuxarıdan keçir soyuducuya tərəf. Soyuducuda soyuq suyun girişi hissəsi var. O, bu bütün kolonu, həmin o soyuducunu soyudur. Soyutduqdan sonra maye, yəni buxar halında gələn etil spirti burada mayələşir. Yəni, kondensasiya prosesi baş verir. Kondensasiya prosesinin təsiri ilə, yəni soyuq suyun təsiri ilə buxar yenidən mayəyə çevrilir. Və mayəyə çevrilərək deməli spirt, həmin o mayəyə çevrilmiş spirt qəbul edici kolbada yığılır və bu kolbada da əsasən spirt olur. Yəni, bu proses fiziki prosesdir. Çünki hər hansı yeni bir maddə yaranmır, maddələrin kimyəvi tərkibi dəyişmir. Sadəcə burada hal dəyişir. Yəni, maye halında spirt buxar halına çevrilir, yenidən buxar haldan maye hala keçir. Yəni, bu tamamilə maddənin heç bir kimyəvi tərkibinin dəyişməsi demək deyil. Yəni, burada tamamilə fiziki proses baş verir. Və nəticə etibarilə də distillə prosesi ilə biz etil spirtini sudan ayırmış oluruq. Digər bir ayrılma üsulu isə kristallaşma üsuludur. Uşaqlar, kristallaşdırma üsulu və buxarlanma üsulunun hər iki üsulu uşaqlar tərəfindən, yəni şagirdlər tərəfindən çox qarışdırılan mövzudur. Gəlin, mən sizə aydın şəkildə izah edeyim. Kristallaşdırma bərk və maye maddənin qarışığından əmələ gələn, deməli, eyni cinsli qarışıqların ayrılması üsuludur. Yəni, su, duz, şəkər tozu, duz qarışığını, yəni şəkər tozu, su qarışığını biz kristallaşma üsulu ilə ayıra bilərik. Kristallaşma üsulunu mən burada yazıda da qeyd etmişəm ki, asan əriyən, parçalanan, yanan və s. yüksək temperaturdan qorxan maddələri məhluldan ayırmaq üçün istifadə olunur. Əslində, kristallaşdırma və buxarlandırmada hər ikisində də bərk maddə mayədən ayrılır. Sadəcə kristallaşmanın buxarlanmadan fərqi nədir? Kristallaşma üsulunda biz yalnızca deməli, həmin o yüksək temperaturdan qorxan maddələrin sudan məhlullarını ayırırıq. Məsələn, şəkər tozu yüksək temperaturdan qorxur.
Yəni yüksək temperaturların təsirindən o başlayır kimyəvi tərkibi dəyişməyə, rəngi dəyişməyə, qaralmağa və ondan kəskin iy gəlməyə. Ona görə də burada qeyd etmişəm ki, bu üsul şəkərin alınmasında istifadə edilir. Ancaq buxarlandırma üsulu isə daha çox yüksək temperaturlardan qorxmayan, necə ki qeyd etmişəm burada, məhlulda həll olan bərk maddə yüksək temperaturdan qorxmadıqda istifadə edilir. Məsələn, duzlu sudan duzu ayırmaq üçün qarışıq qızdırılır. Bu zaman su axıra qədər buxarlanır, qabın dibində isə kristal ağ duz qalır. Çünki kristal ağ duz buxarlansa belə, yəni onun tərkibi dəyişmir, ərimir, rəngi dəyişmir, amma şəkərdə isə bu proses belə deyil. Əslində kristallaşmanı, indi deyəcəksiniz ki, burada misalda mən duzun misalını göstərmişəm. Fərqi yoxdur. Kristallaşmanı həm duza, həm də şəkər tozuna tətbiq etmək olar. Çünki hər iki halda da duzun tərkibi dəyişməyəcək. Amma buxarlanma üsulunda yalnız və yalnız duz kimi yüksək temperaturdan qorxmayan maddələr, yəni eyni cinsli qarışıq əmələ gətirən maddələrdən istifadə edilir. Duzunla suyun misalını gördürük. Yenə spirt lampası ilə kolbadakı, yəni qabdakı qızdırırıq qarışığı və qarışıqdan mavi rəngdə olanlar sudur. Görürük ki, su buxarı ayrılır və deməli qabın dibində duz kristalları və yaxud da şəkər kristalları qalır. Yəni homogen qarışıqların bir digər ayrılma üsulu isə xromatoqrafiya üsuludur. Xromatoqrafiya üsulu qarışıqların ayrılması mövzusunda ümumiyyətlə şagirdlərin çox vaxt çətinlik çəkdiyi üsullardan biri də xromatoqrafiyadır. İndi biz bu üsulu filtr kağızı və mürəkkəb damcısı nümunəsi ilə çox sadə şəkildə izah edək. Ümumiyyətlə təcrübənin əsas məqsədi nədir? Burada tək maddə yox, bir neçə rəngli maddələrin qarışığı alınır və əsas məqsədimiz bu rəngləri bir-birindən ayırmaqdır. Yəni mürəkkəb damcısının tərkibində bir neçə maddə olur və biz onları bir-birindən ayırmalıyıq. İstifadə olunan əsas avadanlıqlarımız filtr kağızı, götürülən mürəkkəb və yaxud da qələm, flomaster, fərqi yoxdur, stəkan, bir də su, yəni mobil fazamız. İndi onu deyəcəm. Ümumiyyətlə xromatoqrafiyada üsulunda əsas fazalar var, stasionar faza var, mobil faza var. Stasionar fazada biz filtr kağızı, hərəkətsiz olan filtr kağızı, hərəkətli olan su, yəni mobil faza olan suyu götürürük. Təcrübə necə aparılır uşaqlar? Mürəkkəb damcısı qoyulur, yəni filtr kağızının alt hissəsinə mürəkkəb damcısı qoyulur. Kiçik mürəkkəb damcısı və bu damcı çox böyük olmamalıdır. Kağızın ikinci addımı isə kağızın suya salınmasıdır. Kağız stəkanın içində yerləşdirilir. Kağızın alt hissəsi suya toxunur və mürəkkəb damcısı suya batmamalıdır. Üçüncü prosesdə isə su kağız boyunca yuxarı qalxır. Mürəkkəbi özü ilə aparır. Daha sonra isə mürəkkəbin tərkibindəki rənglər fərqli sürətlə hərəkət etməyə başlayır. Kağız üzərində ayrı-ayrı rəngli zolaqlar yaranır və bu maddələrin bir-birindən ayrıldığını göstərir. Ümumiyyətlə, niyə ayrılma baş verir? Çünki bəzi maddələr su ilə daha yaxşı həll olur. Həll olur. Bəziləri isə filtr kağızına daha çox yapışır. Buna görə də biri daha yuxarıda qalır, digəri isə daha aşağıda qalır. Ümumiyyətlə, bu proses fizikidir. Kimyəvi heç bir dəyişiklik baş vermir və yeni bir maddə əmələ gəlmir. Ümumiyyətlə, xromatoqrafiyada maddələri rənginə görə ayırmırıq biz. Yalnızca o maddələri kağız və həlledici ilə qarşılıqlı təsirinə görə ayıra bilərik. Yəni, burada nümunə olaraq da mən göstərmişəm ki, mayələrin və ya qazların qarışığını təşkil edən ayrı-ayrı maddələrin başqa maddə səthində müxtəlif sürətlə udulmasına əsaslanan üsul xromatoqrafiya üsuludur. Məsələn, indi mən burada mürəkkəb damcısı göstərmişəm, ancaq yazıda yazıldığı kimi yarpağı da burada. Bilirik ki, yarpağın tərkibində xlorofil var. O xlorofil ona yaşıl rəng verir. Hətta onun tərkibində yaşıl, sarı rəng qarışıqları var. Məhz bunları ayırmaq üçün yarpağı sıxırıq və oradan tökülən damcılar, həmin o süzgəc kağızına bir neçə damcı tökülür. Kağızın üzərində iki müxtəlif rəngi alınır. Ləkə alınır. Ortada sarı, kənarlara doğru getdikcə yaşıl rəng əmələ gəlir. Beləliklə, biz onları rənglərinə görə yox, əslində onun tərkibində ona yaşıl rəng verən xlorofil və digər maddə olan sarı rəngdə həmin o maddəni biz bir-birindən ayırırıq. Uşaqlar, indi isə gəlin baxalım müxtəlif cinsli qarışıqların ayrılma üsullarına. Müxtəlif cinsli qarışıqların və yaxud da heterogen qarışıqların ayrılma üsullarından biri də durultmadır. Durultma üsulu sıxlıqları fərqli və bir-birində həll olmayan maye maddələrin ayrılması zamanı ayrıcı qıfdan istifadə edilir.
yəni durultma üsulu sıxlıqları fərqli və bir-birində həll olmayan maye maddələrin ayrılması zamanı istifadə olunan bir üsuldur və burada ayırıcı qıfdan istifadə olunur. Məsələn, yağ və su qarışığını ayırmaq üçün əvvəlcə ayırıcı qıfa tökülür. Həmin qarışıq bu zaman yağın sıxlığı suyun sıxlığından kiçik olduğu üçün yağ suyun üzərində toplanır və şəkildən də göründüyü kimi ayırıcı qıfın aşağı hissəsindəki kranı açmaqla suyu yağdan ayırmaq olar. Beləliklə də qıfdakı su tamamilə boşalır və yağın krana çatdığı anda kran bağlanır. Digər bir durultma üsullarından digər biri isə suspensiyalarda bərk maddəni ayırmaq üçün istifadə olunur. Məsələn, lil suyu bir müddət saxladıqda bərk hissəciklər çökür və su durulur. Çaylardan şəhərə verilən suyun təmizlənməsində də ilkin mərhələdə onu duruldurlar. Məhz bu durultma üsulunda, yəni suspensiyalarda bərk maddəni mayelərdən ayırmaq üçün də durultma üsulundan istifadə edilir. Digər bir üsul isə sıxlıqları fərqli və bir-birində həll olmayan iki bərk maddə qarışığının su vasitəsilə ayrılması və yəni buna qum və kükürt tozunu misal göstərmək olar. İndi isə gəlin baxaq süzmə üsuluna. Süzmə də müxtəlif cinsli qarışıqların bir digər ayrılma üsuludur. Süzmə üsulunda suda həll olmayan bərk maddənin ayrılması zamanı burada istifadə edilir bu üsuldan. Belə ki, bu üsulla suda həll olmayan maddəni, yəni mən burada nümunə olaraq qum göstərmişəm, sudan ayırmaq üçün qum da ola bilər, təbaşir tozu da ola bilər, fərqi yoxdur. Yəni istənilən suda həll olmayan bərk maddəni sudan ayırmaq üçün süzmə üsulundan istifadə olunur. Və ya qumla suyun qarışığını süzgəc ilə ayırırlar. Süzgəc kağızını görürük. Burada qıf və süzgəc kağızından istifadə olunur. Gördüyümüz kimi, deməli, qumla suyun qarışığını həmin süzgəc kağızına tökürük. Beləliklə, süzgəc kağızından su damcıları, filtrat su həmin o görülən aşağıdakı qaba tökülür və süzgəcdə isə, həmin o süzgəc kağızında isə qalıq qum qalır. Müxtəlif cinsli qarışıqların bir digər ayrılma üsulu da maqnitlə ayırmadır. Ümumiyyətlə, maqnitləşmə qabiliyyəti olan dəmirdir, kobaltdır, nikeldir. Bu maddələri digər maddələrdən ayırmaq üçün, digər yəni maqnit xassəsi olmayan maddələrdən ayırmaq üçün maqnitlə ayırma üsulundan istifadə olunur. Gördüyümüz, mən nümunə kimi göstərmişəm, dəmir tozu və qum qarışığını. Gördüyümüz bu üsulda maqnitləşmə xassəsinə malik olduğu üçün həmin dəmir maqnitə asanlıqla çəkilir və nəticə itibarilə təmiz qumdan həmin o dəmir tozu ayrılır və qum qalır. Olduğu kimi, məsələn, dediyimiz kimi, dəmir tozu və kükürt qarışığını da məhz bu üsullarda ayırmaq olar. Yəni, istənilən maqnitləşmə qabiliyyəti olan maddə ilə maqnitləşmə qabiliyyəti olmayan maddələri biz maqnitlə ayırma üsulundan istifadə edərək ayıra bilərik. Fiziki və kimyəvi hadisələr. Ümumiyyətlə, kimyanın ilk anlayışlarında ən maraqlı mövzulardan biri də bu mövzudur. Bu mövzunun mahiyyəti nədir? Ümumiyyətlə, ətrafımızda, təbiətdə çoxlu hadisələr baş verir. Bu hadisələri iki cür təsnifatlaşdırırıq. Fiziki hadisələr, kimyəvi hadisələr. Fiziki hadisələr o hadisələrdir ki, bu hadisələr zamanı maddənin tərkibi dəyişmir. Yəni, fiziki hadisə zamanı bir maddə başqa maddəyə çevrilmir, maddənin tərkibi dəyişmir. Bu zaman maddənin aqreqat halı, forması, həcmi və sıxlığı dəyişə bilər. Məsələn, qarışıqların bütün ayrılma üsulları fiziki hadisələrdir. Bayaqdan sadaladığımız bütün ayrılma üsullarında gördüyümüz kimi süzmədir, buxarlandırmadır. Görürsünüz ki, oradan biz iki maddəni ayırırıq, ancaq maddənin heç bir tərkibi dəyişmir. Yəni, buxarlandırma üsulunda şəkərlə suyu ayırdığımız zaman və yaxud da duzla suyu ayırdığımız zaman, süzmə üsulunda demək, qumla suyu ayırdığımız zaman qumun tərkibi dəyişmir, suyun tərkibi dəyişmir. Yəni, bu halları, bu qarışıqların ayrılma üsulları da zamanında fiziki hadisələr müşahidə olunur. Və yaxud da buzun əriməsi, əvvəl əriyir, suya dönür, sonra isə buxarlanaraq, qaynayaraq su buxarına çevrilir. Yəni, bərkdən mayeyə, mayədən qaza keçirilən, yəni aqreqat hallarının dəyişməsi fiziki hadisədir. Kimyəvi hadisələr nədir? Kimyəvi hadisələr isə, hadisələr zamanı isə maddənin tərkibi dəyişir. Yəni, bir maddə başqa maddəyə çevrilir, yəni bir maddədən başqa bir maddə əmələ gəlir. Bu zaman maddənin rəngi dəyişə bilər, çöküntü əmələ gələ bilər, qaz çıxır, iyi çıxır, istili ayrılır və ya udulur və dadın dəyişməsi halı müşahidə oluna bilər.
Məsələn, hidrogen və oksigen qaz olduqları halda onlardan əmələ gələn suda bu qazlardan heç bir əlamət yoxdur. Yəni, hidrogen qazı özü yanıcıdır, oksigen qazı da yanmaya kömək edən bir qazdır. Ancaq onların birləşməsindən su əmələ gəlir və su isə bu əksinə odu söndürən bir maddədir və qaz halında deyil, maye halındadır. Yəni, tərkibin dəyişməsi dedikdə bunu nəzərdə tuturuq uşaqlar. Kimyəvi hadisə zamanı maddənin tərkibinin dəyişməsi, yəni tərkibinin dəyişməsi bayaq dediyimiz hala misaldır. Kimyəvi hadisələr, burada qeyd etmişəm ki, kimyəvi hadisələrə kimyəvi reaksiyalar da deyilir. Yəni, məhz bu aldığımız hidrogen və oksigendən aldığımız su kimyəvi reaksiyadır. Şəkillərdə də göstərmişəm fiziki hadisələri, ərimə halı, dondurmanın əriməsi, kağızın parçalanması, yeməyin qaynaması və yaxud odunun kəsilməsi, doğranması, ayrılma halını fiziki hadisə kimi müşahidə göstəririk. Yanmadır, məsələn, odunun yanması, meyvənin çürüməsi, dəmirin paslanması, mədədə yaranan qıcqırma. Bunların hamısı kimyəvi hadisələrdir. Bayaq izah etdiyim o aqreqat hallarının dəyişməsini mən burada açıq-aydın şəkildə göstərmişəm ki, bir maddənin digər maddəyə çevrilməsi hadisəsi necə izah olunur. Yəni, bərk maddə, aşağıya nəzər salın, sağdakı şəkildə. Bərk maddə maye maddəyə çevrildiyi zaman ərimə prosesi gedir. Baxın, ox işarəsi ilə göstərmişəm. Bərk maddə maye maddəyə çevrildi, ərimə. Mayədən qaza çevrildikdə buxarlanma gedir. Plazma isə əslində çox da geniş yayılan bir çevrilmə üsulu deyil. Ancaq onu da nəzərə ala bilərik. Ancaq çox rast gəlinən hal deyil, qeyd edeyim ki. Deməli, baxırıq ki, bərk maddə mayeyə çevrildikdə əriyir, maye maddə də qaz maddəyə çevrildikdə buxarlanır. Və yaxud da mən prosesi əks olaraq göstərirəm ki, bərk maddənin mayeyə çevrilməsi ərimədir, maddənin bərk maddəyə çevrilməsi isə donmadır. Eyni zamanda biz onu qazla maye arasındakı prosesə də nümunə göstərsək, dediyimiz kimi mayedən qaz halına keçdikdə buxarlanma müşahidə olunur. Qaz halında olan maddədən maye maddəyə çevrildikdə isə kondensasiya prosesi gedir. Mən bayaq sizə distillə prosesində buxar halında çıxan etil spirtinin necə soyudularaq kondensasiya halında həmin o qaz buxarlarını necə soyudularaq mayeyə çevrildiyi prosesini izah eləmişdim. O da buna bir nümunədir uşaqlar. Yəni qazlar soyuducunun və yaxud da soyuq havanın, soyuq suyun təsiri ilə kondensasiya olunur və maye halda maddələrə çevrilir. Bir digər nümunədə mən göstərmişəm ki, bəzi maddələr qızdırıldıqda bərk haldan maye hala deyil, birbaşa qaz halına keçir. Baxın uşaqlar, biz bayaq göstərdik ki, bərk maddə mayəyə, mayədən qaza keçir. Ancaq elə maddələr var ki, onlar qızdırıldığı zaman birbaşa bərkdən mayəyə yox, birbaşa qaz halına keçirlər. Bu hadisə isə sublimasiyadır. Məsələn, yodu, quru buzu, qırmızı fosforu, naftalini buna misal göstərmək olar. Bir digər maraqlı mövzularımızdan biri də allotropiyadır. Uşaqlar, allotropiya eyni elementin müxtəlif bəsit maddə əmələ gətirməsidir. Əmələ gələn həmin bəsit maddələr isə allotropik şəkil dəyişmələri adlanır. Ümumiyyətlə, yadımızda saxlamalıyıq ki, göstərilən bu elementlər karbon, aşağıdaya baxın uşaqlar, karbon, oksigen, kükürt, silisium və fosfor. Bu 5 element allotropik şəkil dəyişmə əmələ gətirən deməli, birləşmələrdir, maddələrdir. Yəni, eyni bir element müxtəlif bəsit maddə əmələ gətirirsə, bu allotropiya, qeyd etdiyim kimi, əmələ gəlmiş bəsit maddələri isə allotropik şəkil dəyişmələr deyilir. Məsələn, oksigenə baxaq uşaqlar. Oksigenin 2 dənə allotropik şəkil dəyişməsi var. Yəni, oksigen və azon. İndi desək ki, bunların arasında fərq nədir? Fərq ondan ibarətdir ki, təbiətdə yayılma forması fərqlidir. Azon yerin üst təbəqəsində, oksigen isə alt təbəqəsindədir. Yəni, hidrosferə nəzərən götürsək, yəni tək fərq bundan ibarətdir və bir də onu deyim ki, uşaqlar, allotroplar fiziki xassələrinə görə fərqlənirlər. Bəzən onların kimyəvi xassələri də fərqlənə bilir. Məsələn, oksigen gümüşlə reaksiyaya girmir, ancaq azon reaksiyaya girir. Yəni, bu kimi fərqlərini də misal göstərə bilərik. Digər bir nümunə fosfordur. Fosforun 3 allotropik şəkil dəyişməsi var. Ən sağda görürük ağ, qırmızı və qara. Karbonun 4 allotropik şəkil dəyişməsi var. Almaz, qrafit, karbin, fülerin. Kükürdün də 2 allotropik şəkil dəyişməsi var. Plastik kükürt və kristalli kükürt. Ümumiyyətlə, allotropiya hadisəsi 2 səbəbdən baş verir. Birincisi, molekulda atomların sayının müxtəlif olması ilə. Görürük ki, oksigenda və azonda atom sayları müxtəlifdir. Oksigenda 2, azonda 3-dür. Daha sonra
Bəsit maddələrin digər bir səbəbi isə allotropiya hadisəsinin digər bir səbəbi isə bəsit maddələrin kristal quruluşları fərqlidir. Baxın uşaqlar, almaz, qrafit, fullerin, karbon. Karbonun allotropik şəkli dəyişmələridir. Hamısının tərkibi karbondan ibarətdir. Sadəcə almazda, qrafitdə, karbində və fullerində quruluşuna diqqətlə nəzər salsaq, karbon atomları müxtəlif cür düzülüb, qrafitdə müxtəlif, fullerində müxtəlif, karbində də bir başqa quruluş var. Yəni hər birində o kristallik quruluşların müxtəlifliyi bu birləşmələrin əmələ gəlməsinə səbəb olmuşdur. Digər bir mövzu da nisbi atom kütləsi, nisbi molekul kütləsidir. Ümumiyyətlə, yadımızda saxlayaq ki, hər bir elementin özünə məxsus nisbi atom kütləsi var. Bunu Mendeleyev cədvəlindən nümunə kimi də göstərə bilərik. Yəni, atomların kütləsi çox kiçik olduğundan kimyəvi hesablamalarda nisbi qiymətlərdən istifadə edildi o zamanlar. Və ölçüsüz kəmiyyətdir. Atom deməli, kütlə vahidini burada 1.66 vurulsun 10 üstü mənfi 27 kiloqram göstərilib. Yəni, baxın, cədvəldən də mən onu vermişəm ki, ümumiyyətlə, elementin nisbi atom kütləsi kəmiyyətindən niyə görə istifadə olunur? Çünki kimyəvi hesablamalarda bayaq da qeyd etdiyim kimi bu ədədlərdən istifadə olunmur. Yəni, hər bir elementin, baxın, hidrogenda 1.66 vurulsun 10 üstü mənfi 27, oksigenda 2.66, karbonda bir fərqli atom kütləsi var. Yəni, bu hesablamalarda bizə çox əlverişsizdir hesablamalar. Yəni, biz nisbi atom kütləsini hesablamalıyıq ki, daha sonra nisbi molekul kütləsini hesablaya bilək. Ona görə də elementin nisbi atom kütləsi onun atom kütləsinin atom kütlə vahidinə olan nisbətidir. Yəni, bir elementin kütləsi, məsələn, oksigenin kütləsi 2 atom kütləsinə baxaq. Cədvəldə 2.66 vurulsun 10 üstü mənfi 26-dır. Bu onun, deməli, atom kütləsidir. Atomunun kütləsidir. Həmin o atomunun kütləsini atom deməli kütlə vahidinə böldükdə, yəni 1.66-ya böldükdə biz alırıq atom deməli kütləsini 16. Yəni bu olur bizim nisbi atom kütləmiz. Daha sonra onu da qeyd edim ki, nisbi atom kütləsi ölçüsüz kəmiyyətdir. Nisbi molekul kütləsi biz necə tapılır? İndi bizə aydın olduqdan sonra ki, hər bir elementin nisbi atom kütləsi, o zaman bizim üçün rahat olur nisbi molekul kütləsini tapmaq. Məsələn, suyun nümunəsində mən sağda göstərmişəm. Su 2 atom hidrogen və 1 atom oksigendən ibarətdir. 2 atom hidrogenda hidrogenin nisbi atom kütləsi 1-dir. Onu vururuq indeksindəki 2-yə, çünki suyun molekulunda hidrogendən 2 dənədir. Nisbi atom kütləsi 1-i, yəni hidrogenin o 1-ni vururuq 2-yə. Üstünə gəlirik oksigenin nisbi atom kütləsi, yəni 16-nı. 2-də üzərinə 16 alınır 18. Yəni suyun nisbi molekul kütləsi 18-dir. İndi isə uşaqlar, gəlin valentlik anlayışına baxaq. Valentlik nədir? Valentlik kimyəvi element atomlarının özünə müəyyən sayda başqa element atomlarını birləşdirmə qabiliyyətidir. Məsələn, biz bayaq suyun misalında gördük ki, hidrogen 2 ədəd, oksigen 1 ədəd. Əslində bu birləşmə təsadüfi deyil. Yəni, hidrogen və oksigenin birləşməsində hidrogen atomu 2 valentlidir. Hidrogen Uşaqlar, indi isə gəlin valentlik mövzusuna baxaq. Valentlik nədir? Kimyəvi element atomlarının özünə müəyyən sayda başqa element atomlarını birləşdirmə qabiliyyətinə valentlik deyilir. Biz bayaq suyun misalında hidrogen və oksigenin birləşməsindən H2O-nun əmələ gəlməsi təsadüfi deyil. Bu, tamamilə valentliklə əlaqədardır. Hidrogen, yəni su molekulunda oksigen atomu özünə 2 hidrogen atomu birləşdirir. Deməli, oksigen 2 valentlidir. Baxın, sabit valentli elementlərə. Nümunə kimi göstərmişəm. Bu elementlərin ümumiyyətlə bilməliyik ki, bu elementlər sabit valentlidir, heç bir dəyişkənlik göstərmirlər. Yəni, hidrogen, litium, natrium, kalium, rubidium, sezium və fluor bütün birləşmələrdə valentliyi 1-dir. Həmçinin digər valentli elementlərə də baxsaq, onlar da sabit valentlidirlər. Yəni, oksigen 2 valentlidir, görürük ki, cədvəldən hidrogen də 1 valentlidir. Yəni, bu su molekulundakı oksigen atomu özünə 2 dənə hidrogen atomu birləşdirir. Deməli, oksigen burada 2 valentlidir. Digər əslində elementlərə, digər nümunələrə də baxa bilərik. Ancaq istisna halımız var ki, məsələn, karbon dəm qazı molekulunda 3 valentli olur. Oksigen hidroksonium ionunda 3 valentli olur. Əslində bunlar dediyimiz kimi sabit valentlidir. Sadəcə istisnalar var ki, karbon 4 valentli olduğu halda yalnızca dəm qazında özünü
3 valentli kimi göstərir. Oksigen də həmçinin hidroksonium ionunda 3 valentli olur. Valentliyi 3 olur. Dəyişkən valentli elementləri isə mən burada göstərmişəm. Deməli, plumb, qalay, silisium, kükürt, fosfor, xrom, mis, dəmir, azot, manqan, xlor, brom, yod. Yəni bu elementlər müxtəlif birləşmələrdə müxtəlif valentliklər göstərirlər. Ümumiyyətlə bu rabitələrin sayı, bayaq dediyimiz kimi oksigendir, su molekulunda 2 ədəd özünə hidrogen atomu birləşdirir. Həmin o rabitələrin sayı həmin elementin valentliyini göstərir. Valentlik element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmə xassəsidir. Və deməli istisna halları da qeyd etdik. Və burada mən mövzunu yekunlaşdırıram. Belə ki, kimyanın ilk anlayışlarında bütün sadaladığımız bu anlayışlar istəyirəm bir də onlara mən toxunum hər birinə ki, bir daha aydın olsun bizə. Deməli, kimyanın ilk anlayışlarında bu 9 əsas anlayışın bilinməsi vacibdir, mənimsənilməsi vacibdir. Maddə nədir? Saf maddələr, qarışıqlar, kimyəvi element anlayışı, bəsit maddə və mürəkkəb maddə, allotropiya, fiziki və kimyəvi xassələr, daha sonra nisbi atom kütləsi, nisbi molekul kütləsi və valentlik. Bütün bu anlayışlar bizə bir sonraki dərslərimizdə deməli asanlaşdıracaq işimizi, yəni bu anlayışların öyrənilməsi deməli mühüm əhəmiyyət daşıyır.